Sürtünmə əmsalı 0,4 olan üfüqi yolda sabit F qüvvəsinin təsiri ilə düzxətli bərabər sürətlə hərəkət edirlər. Cisimlər arasında ip qırıldıqda kütləsi 6 kiloqram olan cisim 2 metr bölü saniyə təcili hərəkət edir. Bu zaman ikinci cismin kütləsi məndən soruşur. Baxın, F qüvvəsi də artır, əks istiqamətdə də sürtünmə yaranır. Deməli, buraya yazaq F sürtünmə 2, buraya yazaq F sürtünmə 1. Deyək ki, cisim düzxətli bərabər sürətlə hərəkət edir. Bu zaman, bax, bu F-də artı qüvvəm, F sürtünmə 1 isə gələ F sürtünmə 2-yə bərabər olmalıdır. Düzdürmü? İndi gəl baxaq. Deyək ki, indi ipi qır. Bax, bu hissədə ipi qırdım. Baxaq, onda birinci cismə nə təsir eləyəcək? 1 F sürtünmə əks istiqamətdə, bir də sağa doğru F artı qüvvəsi təsir edir. Onda yazıram F çıxılsın, F sürtünmə 1 bərabər olur M1A-ya. F çıxılsın, sürtünmənin yerinə yazıram mü M1J bərabər olur M1A-ya. Yazıram F çıxılsın, mü nə qədərdir? 0,4, kütlə 6, J də 10. Bərabər olur 6 vurulsun, təcildə 2-dir. Deməli, F çıxılsın, 24 bərabər olur 12-yə. Mən bu F artı qüvvəmi tapıram, nə qədər eləyir? 36 Newton edir. Gəlin yazaq, 36 bərabərdir. F sürtünmə 1 nə qədər elədi? 24. Üstə gələk F2. F sürtünmə 2-də daha doğrusu. Onda F sürtünmə 2-mi buradan tapıram, nə qədər eləyir? 12 Newton edir. Düzdürmü? İndi gəl ikinci cismin kütləsini tapaq. Sürtünmə qüvvəsi nəyə bərabərdir? F sürtünmə 2. Mü M2J-yə. F sürtünmə 2 12 Newton bərabərdir. Mü 0,4 vurulsun M2 vurulsun 10-a. Buradan M2-ni tapıram. 12 bölünsün 4. Nə qədər eləyir? 3 kiloqram edir. Cavab olur D variantı.